üçündür də ehtiyatsın soruşur adətən ki, bunların birinci evliliyidir. Deyirlər ki, xanım bir də o boşanıb. Əri olub, boşanıb. Talaq oxunub, yox oxunmuyor. Talaq oxunmadan, bunlar 10 ildir belə boşansalar, 10 ildir bir-birindən ayrı yaşasalar belə, talaq oxunan gündən 3 ay, 10 gün keçməlidir, bu şəriətin hökmüdür. Ondan sonra bunların arasında kəbin oxunacaq. Bəzi hallarda bunu deyirik, görürük ki, adamlar var ki, bizdən küsür incir çıxır gedir. Əzizim, əgər şəriətin hökmünü istəyirsənsə, bu şəriətin hökmüdür. Bunu biz özümüz icad eləməmişik ki. 3 ay, 10 gün müddət keçməli. Deyir, daha biz məsələn, o alınmır, restoranda danışmışıq, qonaqlarda da bilir, bir həftədən sonra toydur. İzah edirik ki, əzizlərim, bunlar əgər bir-biri ilə münasibətdə olsa, çünki bu hələ bir başqa kişinin həyat yoldaşı hesab olunur, bu zinadır və fəsadı nədir? Məsələn, 2 nəfər bilməyib, subay adam bir-biri ilə ailə həyatı qurub, kəbin kəsdirməyiblər, zinadır. Amma sabah kəbin kəstirsələr, bunlar bir-birinə halallaşır, evladları varsa evlad da halalzadə edilir. Lakin bunlar ki, bir-biri ilə halallaşması mümkün deyil, çünki bu xanım elə başqa kişinin kəbinindədir. Bunların bir-biri ilə münasibəti olsa, bunlar əbədi bir-birinə haram olur. Sonradan bunun talağı da verilsə, sonradan iddə müddəti gözlənilsə də, bu xanımla bu kişinin heç bir ruhani, heç bir axund kəbinini oxuya bilməz. Kimsə oxusa da, o kəbinin heç bir Allah dərgahında hökmü yoxdur. Məsələn, biz deyirik ki, getdim mən filan yerdə oxutdurdum. İndi ya o axundun xəbəri olmayıb məsələdən oxuyur, ya elə axund da olsa, şəri məsələlərdən xəbəri yoxdur, oxumayıb, günah eləyir. Hər halı ilə o kəbinin heç bir etimadı yoxdur Allah qatında. Elə bu yenə də bir-birinə zina hökmündə gedir. Ona görə bu hədlər mütləq qorunmalıdır. Bu hədləri cəmiyyət hər kəs bilməlidir ki, ayrıldılarsa talaq oxunmalıdır. Və talaq oxunarkən mən sözümü yekunlaşdırıram. Bir Allahın ayələrindən birini oxuram sözüm. Gözəl Allahımız bizim həyatımızda hər bir şey incəliyi ilə toxunublar Quran-ı Kərimdə. Quran-ı Kərim buyurur və in əradtum əstibdələ zavcun məkanan zavcin və ətaytum ihdahunna qintaran fəla təəxudu minhu şeyən ətəəxudunəhu buxtanan və ismən mubina. Deyir, indi oldu da ayrıldınız. Həyat belə gəldi, ayrıldınız. Bu xanımı boşayıb əvəzində bir başqa xanım almaq istəyirsən. Deyir, bu xanıma verdiyim mehriyələr, hədiyyələr ki var idi ya, ailə Quranda vermişdin. Bunları ondan geri alma. İslam deyir ki, onlar